Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili üzrə təlimçi müəllim Qasımova Röya. Bu gün sizlərə 12-10-2025-ci il tarixində təqdim etdiyim ümumi sınaq 1-in izahını vermək istəyirəm. Gəlin vaxt itirmədən keçək suallarımızın izahına. İlk sualımızla başlayaq. Sual 1 belədir. Tələffüz qaydasına görə uyğunluğu müəyyən edin. Sual 1-də bizə 4 söz verilmişdir. Baxın, 1, 2, 3 və 4. Gəlin ilk növbədə bu 4 sözün düzgün şəkildə tələffüz formasını qeyd edək. Sözlərin tələffüz formasını qeyd etməmişdən öncə sizlərə bildirmək istəyirəm ki, qoşa p, qoşa t və qoşa ç samitləri tələffüz zamanı çar samitlərdən birincisi olduğu kimi qalır, ikincisi isə onun cingiltili qarşılığına çevrilir. Lakin qoşa m, qoşa n, qoşa v, qoşa l, o cümlədən qoşa d samitlərində isə tələffüz zamanı heç bir dəyişiklik baş vermir. Qoşa d-lar elə qoşa d kimi də tələffüz olunur. Gəlin keçək sözlərimizi düzgün bir şəkildə tələffüz edək. Birinci sözümüzlə başlayaq. Birinci sözümüzün tələffüzü belədir. Güp, bul, tu. Mən hər zaman sözləri düzgün bir şəkildə tələffüz etdikdən sonra sözdəki kar və cingiltili samitləri özüm çox xüsusi olaraq qeyd edirəm. Daha sonra bu qeyd mənə doğru cavab variantını bir qədər sürətli tapmaqda kömək etmiş olacaq. Gəlin baxaq. G cingiltili, P çar, B cingiltili, L cingiltili, T çar. Deməli, güppultu sözündə 3 cingiltili, 2 kar samit var. Keçirəm növbəti sözə. Əlbəttə, əlbəttə. L cingiltili, B cingiltili, T kar, D cingiltili samitdir. Əlbəttə sözündə isə 3 cingiltili, 1 kar samit vardır. Daha sonra keçirəm səkkiz sözünə. Səkkiz deyə tələffüz olunur. S kar, Ç kar, C cingiltili, Z cingiltili. 8 sözündə 2 cingiltili, 2 kar samit vardır. Daha sonra keçirəm addım sözünə. Addım sözü isə yazıldığı kimi də tələffüz olunur. Addım sözündə isə D cingiltili, M cingiltili və beləliklə 3 cingiltili samit vardır. Gəlin indi uyğunlaşdıraq. 1, 2, 3, 4. Baxın, gəlin A-nı oxuyaq. Qoşa samitlərin tələffüzü fərqlənmir. Hansı sözdə qoşa samitlərin tələffüzü fərqlənmirdi? Baxın, 4-cü addım sözündə. Deməli, 4-də A uyğundur. Daha sonra 2 kar, 3 cingiltili samit var. Baxın, 2 kar, 3 cingiltili samit güppultu. Yəni, birinci sözdədir. Deməli, 1-ə gedəcək B. Daha sonra 2 cingiltili, 2 kar samit var. Baxın, 2 cingiltili, 2 kar samit var. 8 sözündədir. Deməli, 3-ə gedəcək C. Daha sonra 3 cingiltili, 1 kar samit var. Təbii ki, əlbəttə sözündə. Əlbəttə sözü ikinci sözümüzdür, 2 isə uyğundur D. Beləliklə 1B, 2D, 3C, 4A. Doğru cavab variantımız A variantı hesab olunur. Keçək ikinci sualımıza. Hansı cümlədə bütün sözlərin yazılışı doğrudur? Doğru cavab variantımız C variantı hesab olunur. A variantında bağça sözü yanlış yazılıb. Bağça. Bu qaydada yazılmalıdır. B variantında iməzlik sözü yanlış yazılmışdır. İməcilik. Bu qaydada yazılmalıdır. D variantında təxris sözü yanlış yazılmışdır. Tərxis deyə yazılmalıdır. E variantında isə kəhkəşan sözü yanlış yazılmışdır. Kəhkəşan. Baxın, bu formada yazılmalıdır. Deməli, ikinci tapşırıqda doğru cavab variantımız oldu, C variantı. Keçdik üçüncü sualımıza. Tələffüz şəklində verilmiş hansı sözü iki fərqli nitq hissəsi kimi düşünmək olmaz? Doğru cavab variantımız E variantı hesab olunur. Gəlin digər variantlara baxaq. A variantı. Qalıya sözü iki nitq
hissəsi kimi başa düşülə bilər. Var qalaya ismi. Məsələn, mən qalaya getmək istəyirəm. Biri də var feil. Kaş arzu tonqalı qalaya. Hər ikisinin tələffüzü qalaya formasındadır. Lakin nitq hissələrindən biri isim, digəri isə feil kimi işlənilə bilər. Daha sonra B variantı haraya. Haraya sözü də iki fərqli nitq hissəsi kimi başa düşülür. Bir nitq hissəsi isim, digəri isə sual əvəzliyi. Məsələn, onun harayına dostu Arzu yetişdi. Burada haray isimdir. Biri də var deyirəm ki, Arzu, haraya gedirsən? Burada isə haraya sözü sual əvəzliyi şəklində işlənilmişdir. Deməli, B variantı da getdi. C variantı körpüyə. Körpüyə sözünün tələffüzü, baxın, yazıldığı kimi körpüyə. Bu formadadır. Biz bu sözün yazılışını iki nitq hissəsi kimi başa düşə bilərik. Birincisi, körpə sifətidir. Məsələn, ona körpəyə baxmaq tapşırıldı. Digəri isə körpüyə. Körpüyə çıxma, yıxılarsan. Burada isə körpüyə artıq isim kimi başa düşülür. Daha sonra D variantı, yarıya. Yarıya sözü də iki fərqli nitq hissəsidir. Biri yaraya. Məsələn, yaraya toxunma. Digəri isə kaş arzu Elvinin işinə yaraya. Baxın bu mənada. Burada isə artıq yarıya sözü feil kimi işlənilir. Amma Y variantında xalıya sözü iki fərqli nitq hissəsi kimi başa düşülmür. İki eyni nitq hissəsi kimi başa düşülür. Biri var, xalaya məndən salam de. Xala ismi. Digər mənası da zaten isimdir. Biri də var ki, xalıya su tökülmüşdü. Deməli, E variantındakı sözü iki fərqli nitq hissəsi kimi başa düşə bilmədik. 3-də doğru cavab variantı oldu, E variantı. 4. Biz kəndin girişinə çatanda artıq axşam düşürdü. Cümləsindəki sözlərin morfoloji təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Gəlin ilk növbədə cümləmizi sintaktik təhlil edək. Düşürdü, nədir düşürdü, nə axşam, nə zaman biz kəndin girişinə çatanda. Baxın, bizdən yanlışı istəyir. Gəlin A variantına baxaq. Biz şəxs əvəzliyidir. Bəli, doğrudur. Mən, sən, o, biz, siz, onlar şəxs əvəzliyidir. B. Kəndin girişinə çatanda mürəkkəb zaman zərfidir. Məhz yanlış cavab variantı B variantıdır. Çünki kəndin girişinə çatanda mürəkkəb zaman zərfi deyil, mürəkkəb zaman zərfliyidir. Zərf nitq hissəsidir, zərflik isə cümlə üzvüdür. C variantı isə doğrudur. Axşam isimdir, adlı haldadır. Düşürdü, indiki zamanda olan feildir. Sözün kökü düş, düşür indiki zaman şəkilçisi, dü isə idi hissəciyinin qısaldılmışı. Artıq isə qüvvətləndirici ədatdır. Bəli, doğrudur. 4-də doğru cavab variantı oldu, B variantı. 5. Əqrəb, ayaq, kompressor sözlərinin təhlili ilə bağlı səhv fikri müəyyən edin. Doğru cavab variantımız D variantı hesab olunur. Lakin burada bizdən yanlış, baxın səhvi istəyir. Gəlin diqqətli oxuyaq. Səhvi istəyir. Doğru cavab variantımız E variantıdır. Gəlin A variantına baxaq. Üçünün də həm leksik, həm qrammatik mənası var. Həm əqrəb, həm ayaq, həm kompressor əsas nitq hissəsidir. Biz isə demişik ki, əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası var. Doğru. Biri amonim, biri çox mənalı, biri isə termindir. Doğrudur. Əqrəb amonimdir. Ayaq çox mənalıdır, kompressor isə termindir. Sözlərin birinin antonimi var. Bəli, ayaq sözünün antonimi var. Baş, ayaq. Daha sonra D variantı. Sözlərdən biri yalnız eyni nitq hissəsinə aid amonim xüsusiyyətinə malikdir. Bəli,
Bayaq biz qeyd etmişdik. Əqrəb sözü amonimdir. Həm də eyni nitq hissəsinə aid amonim. Biri var əqrəb heyvan mənasında, biri var isə saatın əqrəbi. Hər iki məna isimdir. Yəni ismə aiddir. Y variantı. Sözlərin üçünün də sinonimi var. Nə əqrəb, nə ayaq, nə kompressor sözlərinin sinonimi mövcud deyildir. 5-də doğru cavab variantı oldu. E variantı. Daha sonra keçək 6-cı suala. Dır və ır şəkilçilərinin leksik şəkilçi kimi işləndiyi nümunələri seçin. Biz bilirik ki, dır və ır şəkilçisi leksik və qrammatik şəkilçi olmaqla amonimlik funksiyasını yerinə yetirir. Bəs biz necə bilək ki, dır və ır leksik şəkilçidir, yoxsa qrammatik? Əgər dır və yaxud da ki, ır şəkilçisindən sonra asanlıqla maq şəkilçisini əlavə edə biliriksə, deməli dır və yaxud da ki, ır şəkilçisi leksik şəkilçidir. Yox, əgər əlavə edə bilmiriksə, deməli dır və yaxud da ki, ır şəkilçisi qrammatik şəkilçidir. Gəlin baxaq. O bu hadisənin şahidi olmuşdur. O sözün kökü muş qrammatik şəkilçi, dur qrammatik şəkilçi. Baxın, mən burada durdan sonra maq şəkilçisini əlavə edə bilmirəm. Olmuşdurmaq deyə bilmirəm. Deməli, dur burada qrammatik şəkilçidir. Mənə isə leksik şəkilçi lazımdır. Deməli, doğru cavab variantlarım arasında 1 olmayacaq. A variantı və E variantı çıxdı. Yeni gələn turisti gəzdirmək mənə tapşırılmışdı. Gəz sözün kökü gəzdən gəzdirmək. Baxın, dirdən sonra maq-mək əlavə edə bilirəm. Maq-mək isə qrammatik şəkilçi. Deməli, 2-də dir şəkilçisi leksik şəkilçisidir. Doğru cavab variantlarım arasında 2 var. C variantında isə 2 yoxdur. 3. O yolda çaşıb qalan yaşlı qadını keçirdi. Keç sözün kökü keçirmək. Baxın, burada da ir şəkilçisindən sonra maq-mək əlavə edə bilirəm. Deməli, ir şəkilçisi leksik şəkilçidir. 2-ni götürəcəm. D isə qrammatik şəkilçi hesab olunur. 4. Güllələrin pəncərələrində işıqlar parıldayır. Parılda sözün kökü, ır isə qrammatik şəkilçidir. 4 doğru cavab variantları arasında olmayacaq. 5. Bunu sizə nahaq çatdırmadım. Çat sözün kökü, baxın, çatdırmaq. Dırdan sonra maq əlavə edə bildim. Deməli, dır burada da leksik şəkilçidir. Ma qrammatik, D qrammatik, M qrammatik. 5-i də götürəcəm. Artıq doğru cavabım bəllidir. 2, 3 və 5. Doğru cavab variantım B variantı hesab olunur. Gəlin 6-ya da baxaq. 6-da sözün kökü tök, tökdən tökülmək, tökülür, ür indiki zaman şəkilçisi, dü isə idi hissəciyinin qısaldılmışı. Deməli, 6-cı sual doğru cavab variantı B variantı hesab olunur. Keçdik sual 7-yə. Frazeoloji birləşmə işlənmiş cümlələri müəyyən edin. 1. Alim olmaq böyük xoşbəxtlikdir. Burada frazeoloji birləşmə yoxdur. Alim olmaq frazeoloji birləşmə deyil, mürəkkəb tərkibi feildir. Olmaq, etmək, qılmaq frazeoloji birləşmə yaratmır. Doğru cavab variantları arasından biri çıxacam. 2. Cavanlıqda etdiyin səhvləri yada sal. Biləcəksən. Yada salmaq. Bəli, ikinci cümlədə yada salmaq frazeoloji birləşmə hesab olunur. Doğru cavab variantlarım arasında 2 var. Baxın, D variantına getdi. Artıq mənim doğru cavab variantım məlumdur. B variantı 2 və 4. Gəlin digər cümlələrə də baxaq. Miqdə yüksək nəticə göstərmək ən böyük arzumdur. 3-cü cümlədə frazeoloji birləşmə yoxdur. 4. Abala, anandan xəbər al. Gör qabları hara qoyub. Xəbər almaq frazeoloji birləşmə hesab olunur. 5. Gözəlliyin sirrini günəşin gülməyində görürsən. 5-ci cümlədə də frazeoloji birləşmə yoxdur. Ola bilər deyirsiniz ki, günəşin gülməyi bəs məcazi mənalı söz birləşməsidir axı. Ola bilər. Hər məcazi mənalı söz birləşməsi frazeoloji birləşmə hesab olunmur. Deməli, 7-də doğru cavab variantımız B variantı hesab olundu. Sual 8.
Hansı epik əsərdə hadisələr Novruz bayramı ərəfəsində baş versə də, Novruz adətlərindən danışılmır cümləsinin təhlili ilə bağlı yanlış fikri seçin. Suala cavab verməyən cümlə üzvü təyin vəzifəsindədir. Doğrudur. Suala cavab verməyən cümlə üzvü baxın hansıdır? Biz bilirik ki, sual əvəzlikləri heç bir suala cavab verməsə də cümlə üzvü vəzifəsindən çıxış edə bilir. Daha sonra zaman zərfliyi isimdən ibarətdir. Baxın, zaman zərfliyi Novruz bayramı ərəfəsində baş versə, nə zaman Novruz bayramı ərəfəsində? Burada Novruz, bayram və ərəfə sözləri isimdir. Doğrudur. C variantı. Fərqləndirilmiş söz, söhbət burada ərəfə sözündən gedir. Bir hadisədən əvvəlki və sonrakı bir neçə günü əhatə edən zaman mənasındadır. Məhz bizim yanlış cavab variantımız C variantı hesab olunur. Çünki ərəfə sözü bir hadisədən əvvəlki zaman mənasında işlənilir. Sonrakı yox. D. Cümlədə qeyri həmcins təyinlər işlənmişdir. Bəli, əsərdə. Nədə? Əsərdə. Hansı əsərdə? Epik. Hansı və epik sözləri burada qeyri-həmcins təyinlər hesab olunur. E. Cümlədə fikrin təsir gücünü artırmağa xidmət edən köməkçi nitq hissəsi işlənmişdir. Bəli, fikrin təsir gücünü artırmağa xidmət edən köməkçi nitq hissəsi ədat hesab olunur. Baxın, burada dadə ədatdır. Deməli, 8-də doğru cavab variantı C variantıdır. 9. Bir-biri ilə sinonim olan sözlərin antonimi də var. Qeyd edək ki, sinonimlər yalnız və yalnız eyni nitq hissəsinə aid olmalıdırlar. A variantında yoxsul və kasıblıq sözləri sinonim deyildir. Çünki yoxsul sözü sifət, kasıblıq isə isimdir. B variantı. Qadınlar çox zərifdir. İncəlik onlara çox yaraşır. Zərif və incəlik sözləri də sinonim deyildir. Çünki zərif sifət, incəlik isimdir. C. Varlı insanın ətrafı çox vaxt imkanlı insanlarla əhatə olunur. Baxın, varlı, imkanlı. Sinonimdir bir-biri ilə. Eyni zamanda həmin bu sözlərin antonimi də var. Varlı və imkanlı bir-biri ilə sinonimdir, antonimi isə kasıbdır. Deməli, doğru cavab variantımız oldu C variantı. D. Düzgün insan hər zaman düzlüyü təbliğ edər. Burada sinonimlər yoxdur. E variantı. Yetişməmiş meyvələri çal hesab edirik. Yetişməmiş meyvələri çal hesab edirik. Burada yetişməmiş və çal bir-biri ilə sinonim deyil. Çünki çal sifətdir, yetişməmiş fe'li sifətdir. Biz isə demişik ki, sinonimlər yalnız və yalnız eyni nitq hissəsinə aid olur. Keçirik 10-cu sualımıza. Bugünkü hadisə insanlara pis təsir etsə də, hər kəs tezliklə özünə gəldi. Cümləsinin təhlili ilə bağlı doğru fikirlərin sayını müəyyən edin. Gəlin ilk növbədə cümləni təhlil edək. Baxın, təsir etsə xəbər, necə təsir etsə pis, kimə, insanlara, nə, hadisə, hansı hadisə, bugünkü hadisə. Daha sonra özünə gəldi, nə etdi, özünə gəldi, kim, hər kəs. Nə zaman, tezliklə. İndi keçə bilərəm bir-bir digər cümlələrə baxmağa. Deyir ki, cümlədə iki sifət işlənmişdir. Biri quruluşca sadə, digəri isə düzəltmədir. Yanlışdır. Cümlədə bir sifət işlənmişdir. Bugünkü sifəti. O da quruluşca mürəkkəbdir. Burada pis sözü isə zərflikdir. Cümlə üzvü olaraq, nitq hissəsi olaraq zərfdir. Çünki özündən sonra təsir etmək fe'li gəlmişdir. Daha sonra yönlük halda işlənən sözlərdən biri isim, digəri isə təyini əvəzlikdir. Gəlin baxaq, yönlük halda işlənən sözlərdən biri insanlara, biri isə özünədir. İnsanlara sözü isimdir, doğrudur. Digəri isə özünə, təyini əvəzlik deyil. Baxın, axı özünə gəlmək birlikdə frazoloji birləşmədir. Biz isə demişik ki, frazoloji birləşmələr parçalanmır. Buna görə də biz özünə sözünü burada yalnız, yəni təkcə götürə bilmərik. İkinci cümlədə yanlışdır. Daha sonra zaman zərfi təyin vəzifəsində işlənmişdir. Burada zaman zərfi tezliklədir. Tezliklə isə təyin vəzifəsində deyil, zərflik vəzifəsinə çıxış etmişdir.
Burada bugünkü sözünə siz zərf deyə bilərsiniz. Yəni zərfə bənzədə bilərsiniz. Lakin bugünkü sözü zərf deyil, sifətdir. Deməli, bu da yanlışdır. Yalnız iki cümlə üzvündən 2 dəfə işlənmişdir. Gəlin baxaq görək. Baxın, hadisə burada mübtəda, burada isə hər kəs mübtədadır. Deməli, mübtədadan 2 dənədir. Təsir etmək, baxın, feildir, yəni xəbərdir. Özünə gəlmək də xəbərdir. 2 dənə xəbər. Baxın, tezliklə, bir də pis. 2 isə zərflik. 2 dənədən zərflik var. Deməli, yalnız 2 cümlə üzvündən 2 dəfə işlənmişdir. Bu da yanlışdır. Çünki 3 cümlə üzvündən 2 dənə işlənilmişdir. Cümlədə 2 mürəkkəb feil işlənmişdir. Gəlin baxaq. Təsir etmək və özünə gəlmək. Doğrudur. Cümlədə zərfin 2 müxtəlif növünə rast gəlinir. Pis tərzi hərəkət zərfi, tezliklə zaman zərfi. Bu da doğrudur. Quruluşca mürəkkəb olan 3 söz işlənmişdir. Bugünkü, təsir etmək, hər kəs, özünə gəlmək. Bu yanlışdır. Çünki quruluşca mürəkkəb olan 4 söz işlənmişdir. Daha sonra ədatla amonim ola bilən köməkçi nitq hissəsi işlənmişdir. Baxın, burada dəni nəzərdə tutur. Lakin dənin özü elə burada ədatdır. Ədatdırsa, baxın, burada dənin özü ədat oldu. D burada bağlayıcı mövqeyində olsaydı, biz o zaman deyə bilərdik ki, D bağlayıcısı ədatla amonimdir. Yanlış. Daha sonra cümlədəki leksik şəkilçilər düzəltmə sözlərini əmələ gətirməyib. Baxın, biri tezliklədir. Bu düzəltmədir. Biri isə bugünkü. Ki, burada leksik şəkilçidir. Amma düzəltmə söz əmələ gətirməyib. Çünki bugünkü sözü mürəkkəb söz hesab olunur. Bu doğrudur. Sonuncu cümlə. Cəm şəkilçili söz 2-ci dərəcəli üzv yerində işlənmişdir. Baxın, söhbət insanlara sözündə gedir. Bəli, 2-ci dərəcəli cümlə üzvüdür. Çünki tamamlıqdır. Bizdən nə istəyirdi? Doğru fikirlərin sayını. 1, 2, 3 və 4. Doğru cavab variantımız oldu E variantı. Keçirik 11-ci sualımıza. Tərcüməyi hal ilə bağlı yanlış fikri seçin. Sadə və mürəkkəb olur, doğrudur. Vərəqin sonunda yazanın adı, tarix göstərilir, tərcüməyi hal yazılır. Bura qədər doğrudur. Lakin tərcüməyi hal vərəqin sonunda deyil, vərəqin əvvəlində orta hissədən yazılır. Deməli, doğru cavab variantımız B variantıdır. Faktlar ardıcıl sadalanmalıdır, doğrudur. Yazanın doğulduğu il, ay, gün, yer göstərilməlidir. Bu da doğrudur. Mürəkkəb tərcüməyi halda ailə üzvləri haqqında da məlumat göstərilməlidir. Doğrudur. Baxın, tərcüməyi hal dedik ki, sadə və mürəkkəb ola bilər. Sadə tərcüməyi halda yalnızca özümüz haqqında məlumat veririk. Lakin mürəkkəb tərcüməyi halda isə özümüzlə yanaşı ailə üzvlərimiz haqqında da məlumat verə bilərik. Keçirik 12-ci sualımıza. Qədim zamanlarda bu ərazilərdə yaşayan tayfalar əkinçiliklə məşğul olmuşdular. Cümləsinin sintaktik təhlil sxemi uyğundur. Gəlin baxaq. Məşğul olmuşdular. Nə etmişdilər? Məşğul olmuşdular. Xəbər. Kim? Tayfalar. Nə ilə məşğul olmuşdular? Əkinçiliklə. Tamamlıq. Hansı tayfalar əkinçiliklə məşğul olmuşdular? Qədim zamanlarda bu ərazilərdə yaşayan fe'li sifət tərkibi təyin vəzifəsindədir. Deməli, cümlənin düzgün sintaktik təhlil sxemi təyin, mübtəda, tamamlıq və xəbər. Gəlin baxaq. Təyin, mübtəda, tamamlıq, xəbər. Doğru cavab variantımız B variantıdır. 13. Hansı cümlədə 2 fərqli nitq hissəsi kimi düşünülə biləcək söz yoxdur? Doğru cavab variantımız C variantı hesab olunur. Gəlin variantlara baxaq. Şirəli meyvələrdən yedikcə cana gəlirdi. Burada şirəlini bir insan adı kimi düşünə bilərik. Şirəli, yəni burada bir şəxsdir. Şirəli meyvələrdən yedikcə cana gəlirdi.
Bu zaman olur isim. Biri də var ki, deyirəm, şirəli meyvələrdən yedikcə cana gəlirdi. Yəni meyvənin şirəsi mənasında. Burada isə artıq şirəli sözü sifət olur. A variantı getdi. Daha sonra B variantı. Kərim Allahdan yalnız bir şey istəyirdi. Burada Kərim sözünü bir insan adı kimi başa düşə bilərik. Bir də Kərim olan Allahdan, yəni yalnız bir şey istəyirdi. Bu zaman isə artıq burada Kərim sifət olur. Gəlin D və Y variantlarına baxaq, daha sonra C variantına qayıdarıq. D variantı Laləni çox sevirdi, ancaq onun getməsinə icazə vermişdi. Burada baxın, ancaq sözünü həm bağlayıcı kimi başa düşə bilərik, həm də ədat kimi. Laləni çox sevirdi, yalnız onun getməsinə icazə vermişdi. Baxın, ancağı yalnızla əvəz eləyə biliriksə, deməli ədatdır. Həm də bağlayıcı mövqeyində olduğuna görə də, baxın, özündən əvvəl vergül qoyulub. Ədatdan əvvəl vergül qoyulmur, lakin bağlayıcıdan əvvəl vergül qoyulur. Həm də baxın, bu iki fərqli cümlədir. Burada fikir bitib, ona görə vergül qoyulublar. Yəni, bu vergül bağlayıcının da vergülü ola bilər, cümlənin də vergülü ola bilər. Daha sonra E variantı. Çay istidir, yemək də lazımdır. Burada yemək, biri var, yemək yemək mənasında. Bu zaman olur isim. Biri də var, yəni hərəkət mənasında. Çay istidir, yəni yemək də lazımdır. Bu mənada. Bu zaman isə olur feil. Lakin C variantında dəmir sözünü iki fərqli nitq hissəsi kimi düşünə bilmərik. Dəmir qapını döyəndə bunu fikirləşməmişdi. Dəmiri burada bir insan adı kimi başa düşə bilərik. Bu zaman olur isim. Bir də dəmir qapını, yəni qapının materialı dəmirdəndir. Bu mənada başa düşə bilərik. Lakin bunu da unutmayaq ki, dəmir qapı necə sualına cavab versə də, dəmir sözü burada morfoloji cəhətdən isim olaraq qalır. Yəni, hər iki halda dəmir sözü isimdir. 13-də doğru cavab variantı oldu C. 14. Şeir parçasında işlənməmişdir. Mən özüm ərköyünü öyrətdim səni. İndi dözəm gərək şıltaqlığına. Mənim saflığıma qurban olasan, səni bağışladım uşaqlığına. Gəlin baxaq. Mənsubiyyət şəkilcili əvəzlik işlənmişdir. Bəli, özüm. Quruluşca sadə olan zaman zərfi. Bəli, indi. Yönlük halda işlənmiş düzəltmə sifət. Bəs doğru cavab variantımız C variantı hesab olunur. Gəlin yönlük halda işlənən sözlərin altından xətt çəkək. Şıltaqlığına, saflığıma, uşaqlığına. Burada şıltaqlıq, saflıq, uşaqlıq sözləri düzəltmə sifət deyil. Yönlük halda işlənmiş düzəltmə isimdir. Bəs buna görə də C variantı yanlış hesab olunur. Şuhudi keçmiş zamanda olan sadə feil. Bəli, öyrətdim. Öyrətdim. Yönlük halda olan düzəltmə isim. Bəli, şıltaqlıq, saflıq, uşaqlıq. Bunlar hamısı yönlük halda olan düzəltmə isimdir. Doğru cavab variantımız 14-də oldu. C variantı. 15. Hansı nümunələrdə həm bağlayıcı, həm də bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi işlənmişdir? Gəlin baxaq. 1-ə. Tələb budur ki, idarəyə verilən ərizə gərək latın əlifbası ilə yazılsın. Baxın, buradakı bağlayıcıdır. Deməli, bağlayıcımız var. İndi isə bağlayıcı ilə amonim olan digər köməkçi nitq hissəsini tapmalıyıq. Baxın, latın əlifbası ilə yazılsın. İlə burada qoşmadır. Eyni zamanda bağlayıcı ilə amonimdir. İlə bağlayıcısı, birləşdirmə bağlayıcısı hesab olunur. Biri götürəcəyik. Daha sonra 2. Babam ancaq Füzuli və Ağdama avtobus reysləri açılanda doğma torpaqları ziyarət edirdi. Və burada bağlayıcıdır. Bağlayıcımız var. Gəlin baxaq görək, bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi varmı? Bəli, baxın, ancaq isə burada ədatdır.
Babam yalnız Füzuli və Ağdama avtobus reysləri açılanda doğma torpaqları ziyarət etdi. Ancaq burada oldu ədat, qarşılaşdırma bağlayıcısı ilə amonimdir. Deməli, ikini də götürdüm. Daha sonra, kim ki insanı sevər, aşıqı hürriyyət olur. Bəli, hürriyyət olan yerdə də insanlıq olur. Burada də bağlayıcıdır və kim ki ədatı işlənilmişdir. Ki ədatı isə ki bağlayıcısı ilə amonimlik təşkil edir. Deməli, doğru cavab variantımız 1, 2, 3. D variantı hesab olunur. Gəlin 4-ə baxaq. Mən ki damdan bacadan baxmaz idim. Su kimi hər tərəfə axmaz idim. Ki burada ədatdır. Kimi isə qoşma. Bu cümlədə bağlayıcı yoxdur. Otların hamısı, ha belə boynu bükük bənövşələrdə dirçəlmişdi. Burada də bağlayıcıdır. Bir də burada ha belə. Ha belə də bağlayıcı hesab olunur. Lakin bağlayıcı ilə amonim olan cümləsin ilk hissəsi işlənməmişdir. 15-də doğru cavab variantı oldu, D variantı. 16. Hansı sözlərdəki şəkilçini həm leksik, həm də qrammatik şəkilçi kimi izah etmək olar? Gəlin baxaq. Döyüş. Döy sözün kökü üç leksik şəkilçi. Burada üçü mən qrammatik şəkilçi kimi götürə bilmərəm. Döyüş. Nə et? Döyüş. Ancaq burada leksik şəkilçi işlənmişdir. Düzdür. Baxın. Burada dür həm leksik şəkilçi kimi istifadə oluna bilər, həm də qrammatik şəkilçi kimi istifadə oluna bilər. Məsələn, mən deyirəm ki, sənin cavab variantın düzdür. Necədir? Düzdür. Burada dur şəkilçisi qrammatik şəkilçidir. Biri də var deyirəm ki, muncuğu sapa düzdür. Nə et? Düzdür. Burada isə dür şəkilçisi olur leksik şəkilçi. 2 doğrudur. Daha sonra 3. Dayanacaq. Biri var, dayan sözün kökü acaq qrammatik şəkilçi, yəni gələcək zaman şəkilçi. Məsələn, mən deyirəm ki, avtobus qarşıda dayanacaq. Burada acaq oldu qrammatik. Biri də var, mən deyirəm ki, dayanacaqda saxlayın. Artıq burada dayanacaq isimdir. Dayan feilindən dayanacaq ismi yaranmışdır. 3-ü də götürürəm. Daha sonra 4. Qaçaq. Qaçaq insan. Necə insan? Qaçaq insan. Burada aq-ək olur leksik şəkilçi. Biri də var, deyirəm ki, gəl qaçaq. Burada isə olur qrammatik şəkilçi. 5. Salamlaş. Salam sözün kökü salamla leksik şəkilçi, salamlaş leksik şəkilçi. Doğru cavab variantımız 2, 3, 4. B variantı hesab olunur. 17. Altından xətt çəkilmiş sözün ədat olduğu nümunəni müəyyən edin. Onu da qeyd edim ki, ədat cümlənin təsir gücünü artırmağa xidmət edir. Gəlin baxaq. İndi uşaqlar da telefonla maraqlanırlar. Burada dadə bağlayıcıdır. Dadə bağlayıcı rolunda çıxış etdikdə təkrarlanma funksiyasını yerinə yetirir. Baxın, indi uşaqlar da, böyüklər də, cavanlar da, görürsünüz, mən dadəni təkrarlatdım. Deməli, burada dadə bağlayıcıdır. Bizə isə ədat lazımdır. B. Bunu sən, yəni təcrübəli nümayəndə də bilmirdi. Eləmi? Burada yəni ədat deyil, bağlayıcıdır. Çünki ədatdan əvvəl vergül qoyulmur. Amma yəni bağlayıcıdan əvvəl vergül qoyulur. Bəs burada mimi ədatdır. Lakin miminin altından xətt çəkilməyib. Burada diqqət edək. Daha sonra C variantı. Dedim,
Ancaq o mənə hələ inanmır. Burada da ancaq ədat deyil, bağlayıcıdır. Bayaq qeyd etdiyim kimi, ancaq bağlayıcı mövqeyində olduqda özündən əvvəl vergül qoyulur. Ədat mövqeyində olduqda isə özündən əvvəl vergül qoyulmur. Bilir ki, hələ gec deyil. Bilir ki, hələ gec deyil. Nəyi bilir? Baxın, kidən sonra həm də vergül işlənilmişdir. Ki bağlayıcı olduqda özündən sonra vergül qoyulur. Lakin ədat olduqda cümlənin təsir gücünü artırır və özündən sonra vergül qoyulmur. E variantı. Biz ki, əlbəttə onu yaxşı tanıyırıq. Baxın ki, burada ədatdır. Doğru cavab variantımız E variantıdır. Bəs deyərsiniz ki, axı kidən sonra vergül qoyulub. Bəli, qoyulub. Lakin buradakı vergül kinin deyil. Əlbəttə modal sözüdür. Modal söz cümlənin ortasında gəldiyi üçün hər iki tərəfdən vergül qoyulmuşdur. Lakin bu vergül ədatın deyil, modal sözün hesab olunur. 17-də doğru cavab variantı oldu, E variantı. İndi keçirik mətnlərimizə. Sual 18. Bir gözü kör maral dənizin sahilinə gəlib otlamağa başlayır. Görən gözü ilə quyuya baxır ki, ovçu görünsə qaçıb canını qurtara bilsin. Deməli, hara baxır? Görən gözü ilə quyuya baxır. Daha doğrusu bu quruya olmalıdır, quruya. Aha, ovçu görünsə qaçıb canını qurtara bilsin. Kör gözü isə dənizə tərəfi olur. Çünki oradan heç bir təhlükə gözləmir. Oradan heç bir təhlükə gözləmir. Haradan təhlükə gözləmir? Deməli, dənizdən təhlükə gözləmir. Lakin qurudan təhlükə gözləyir. Aha. Bu zaman dənizdə üzən gəmidəki insanlar onu görür və oxla vurub öldürürlər. Canını tapşıran zaman maral öz-özünə deyir. Mən bədbəxt, qurudan qorxurdum. Fəlakəti ondan gözləyirdim. Sığındığım dəniz isə daha təhlükəli oldu. Yuxarıdakı təmsil ideyası ilə bağlı olan variantı müəyyənləşdirin. A. Təhlükənin də öz gözəlliyi var. O insanda mübarizlik ruhunu, ona qarşı getmək istəyini oyadır. Bunun bizim mətnimizlə, təmsilimizlə heç bir əlaqəsi yoxdur. B variantı. Cəsarət təhlükə qarşısında ağıl və zəkadan istifadə edə bilməkdir. Burada hansı cəsarətdən söhbət gedir? Getmir. C. Bəzən sığınacaqların özü də ən böyük təhlükəyə çevrilir. Baxın, doğru cavab variantımız C variantıdır. Burada maral qurudan təhlükə gözləyirdi. Dənizdən isə heç bir təhlükə gözləmirdi. Amma sən demə, elə dəniz onun üçün böyük təhlükə imiş. Çünki onu vurub öldürənlər məhz dənizdən gələnlər idi. Daha sonra keçirik 19-cu sualımıza. Mətn əsasında müəyyən etmək olar. Biri var idi, biri yox idi. Sərraf adında tənbəl bir oğlan var idi. Ata-anası nə qədər ki sağ idi, heç nədən korluq çəkmirdi. Elə ki onlar öldü, oğlan yeməyə yavan çörək belə tapmadı. Deməli, ata-anası sağ idi, heç nədən korluq çəkmirdi, lakin ata-anası öldü, oğlan yeməyə yavan çörək belə tapmadı. Bir-iki gün qonşulardan çörək alıb yedi. İşləmək istəmədi. Qonşu Məhəmməd kişi ona öyüd verdi. Cavan oğlansan, bir tikə çörəkdən ötürü başqasına möhtac olma, işlə, öz əllərinə möhtac ol. Aha, gəlin indi baxaq. Sərraf valideynləri kimi tənbəl idi. Sizcə bu doğrudur? Əlbəttə ki, xeyr. Mətnimizdə belə bir məlumat öz əksini tapmamışdır. 2. Onun üçün öyrətdim ki, əlimi bu sənətə, bir gün sənə əl açım, düşməyim xəcalətə. Misralarında ifadə olunan fikir Məhəmmədin fikrini qüvvətləndirə bilər. Əlbəttə, baxın, Məhəmməd ona öyüd vermişdi. Nə deyirdi? Cavan oğlansan, bir tikə çörəkdən ötürü başqasına möhtac olma, özün işlə, öz əllərindən. Yəni, ancaq özünə möhtac ol. Bəli, 2 doğrudur. 3. Sərraf ata-anasını itirdikdən sonra daha yaxşı yaşayır. Bu yanlışdır. Əksinə, ata-anasını itirdikdən sonra baxın, oğlan yeməyə yavan çörək belə tapmır. Ancaq qonşulardan çörək alıb yeyirdi. 4. İnsan bir tikə çörəkdən ötürü kiməsə möhtac olmamalıdır. Əlbəttə, doğrudur. 5. Sərrafın və qonşularının maddi durumu eyni idi. Yanlışdır.
Sərraf özü yeməyə çörək bile tapmırdı. Lakin qonşulardan çörək alıb yeyirdi. Deməli, doğru cavab variantımız 2 və 4. Yəni C variantı hesab olunur. Gəldik sonuncu sualımıza. Sual 20. Mətnin ideyasını müəyyənləşdirin. Kiçik kəndlərin birində çox hiyləgər bir oğru var idi. Bir gün bu oğru bir dəst paltar oğurlayır və bazara satmağa aparır. Bazarda da başının qarışıq olduğu vaxt başqa bir oğru ondan həmin paltarı oğurlayır. Oğru əliboş kefsiz qayıdıb gəlir. Yoldaşları ondan soruşurlar. De görək, neçəyə satdın? Hansı qiymətə almışdımsa, elə o qiymətə də satdım, deyə oğru cavab verir. Mətnin ideyasını müəyyənləşdirin. Gəlin baxaq. A. Qorxan gözə çöp düşər. Bizim mətnimizlə əlaqəsi yoxdur. B. Nə tökərsən aşına, o çıxar qaşığına. Əlbəttə, doğru cavab variantımız B variantıdır. Oğru neynəmişdi? Bir paltar oğurlamışdı, bazara satmağa çıxartmışdı. Onu oğurlamışdı. Bəs o bazarda olanda onun başı qarışıq oldu və həmin onun oğurladığı paltarı məhz başqa adam oğurladı. Yəni o neynəmişdisə, onun da qarşısına elə o çıxmışdı. C. Malını yaxşı saxla, qonşunu oğru bilmə, yanlışdır. D. Abırlı abrından, abırsız nədən çəkinər? Xeyr. E variantı, sonrakı peşmançılıq fayda verməz. Deməli, 20-ci sualda doğru cavab variantı oldu, B variantı. Əziz izləyicilər, suallarımızın izahı bu qədər. Əgər izahım sizin üçün faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.